Deməli, bizim bugünkü dərsimiz əməliyyatların iki tərəfli qeydiyyatı üsulu və hesabla müqaviləşməsi haqqında olacaqdır. Biz bundan əvvəl 5-6 dənə məsələ həll elədik və onu cədvəl üsulu ilə həll elədik. Cədvəl üsulunda mahiyyəti nə idi? Mahiyyət o ki, onun bir hissəsi aktivə qeyd edilir, bir hissəsi passivdə və ya hər ikisi pasiv hesablar arasında olurdu. Bu cür davam edirdi və sonunda balans alırdı. Ancaq bu üsul kiçik əməliyyatlar üçün yarayır. Fərz edin ki, yəni gün ərzində müəssisədə yüzlərlə əməliyyat baş verəndə onu hesablamaq çətindir. Və hesabat əldə eləmək də çətindir. Çünki orada biz hesabat görmürük. Sadəcə tapırıq ki, sonunda qalığımız nə qədərdir, öhdəliyimiz nə qədərdir, bunları hesabat deyil o. Gördünüz? Yəni bir şeyin detallarını görmürük. Digər tərəfdən də onu uzun müddət davam edə bilməliyik. Çünki böyük əməliyyatlar oldu, o metod işə yaramır. Və o başa düşmək üçün lazımdır. Biz isə bugün əməliyyatların bu qeydiyyat üsuluna daha profesional üsula keçəcəyik. Görə bu profesional üsul nə ilə bağlıdır? Öncədən deyim ki, bu üsul bugünkü keçəcəyimiz dərsdə ilk anda sizə belə dumanlı gələ bilər. Deyə bilərsən, müəllim, rəqəm aldı, ancaq bir mahiyyət kəsb eləmir. Bizim hədəfimiz maliyyə hesabatlarını əldə eləməkdir. O maliyyə hesabatlarını da əldə eləmək üçün bizə 4 dənə əsas mərhələ lazımdır. Bunlardan biri bugün keçəcəyimiz əməliyyatların müqaviləşməsidir. Növbəti 3 mərhələni isə sonradan keçəcəyik. Ona görə biz maliyyə hesabatlarını tərtib eləmək 4 mərhələni keçməliyik ki, maliyyə hesabatlarını tərtib eləyə bilək. Yəni ona görə hər burada növbəti mərhələ əvvəlki mərhələyə söykənir. Nə deməkdir? Yəni biz bu ilk mərhələdə hər şey doğru olmalıdır ki, sonunda hesabatı doğru alaq. Səhvimiz olmasın. Yəni burada səhvlik olarsa o silsiləvi olaraq davam edəcək. Bunu biləsiniz. Aydındır? Bəli. Deməli, yəni bu müqaviləşmə eləmək üçün yenə əvvəl bizim üçün sənəd lazımdır. Bizim də sənədimiz məsələmizdir. 10 gedişli yadda saxlayın, məsələ 10 dənə sənəd deməkdir. Gəlir əməliyyatı bir sənəddir, xərc əməliyyatı bir sənəddir, öhdəlik əməliyyatı bir sənəddir. Məsələn, götürülmüş borcun geri qaytarılması bir sənəddir. Yəni, niyə? Əməliyyatlar baş verir. Yəni, hər bir şeyin sənəd əsası var. Deməli, biz bugün əməliyyatların müqaviləşmə üsulu zamanı bu ilkin mərhələsidir. Bu ilkin mərhələ sənəd əsası var. Məsəl üçün, gəlir əməliyyatı baş versə, bunun sənəd olmalıdır. Xərc əməliyyatı baş versə, sənəd olmalıdır. Nə bilim, nizamnamə kapital qoysa, bunun sənəd olmalıdır. Bankdan kredit götürsə, sənəd olmalıdır. Kiməsə borc versə, sənəd olmalıdır. Niyə? Borc verdirsə, təbii ki, müqavilə lazımdır. Yəni, bunun hamısı əslində bir müqavilə durur. Müqavilənin də əsas alış və satışı təsdiq edin, qaimə sənədi durur. Təbii ki, biz o praktikaya keçməyəcək qaimə sənədinə sadəcə məlumat üçün qeyd edilir. Bu mərhələlərdən ibarətdir. Yəni, biz bugünkü dərsimiz bununla bağlıdır. Əməliyyatların müqaviləşmə ilə qeydiyyat haqqında. Bizim bugünkü əsas belə dərsimiz budur. Əməliyyatların müqaviləşmə ilə əməliyyat jurnalı qeyd edilməsi haqqında. Görək bu mərhələnin qalanması qarşıda görək. Sonra keçəcək hesab üsuluna, son sınaq qalığının baş kitabı köçürülməsinə, baş kitabın nəticələrini maliyyə hesabatlarına köçürülür. Yəni, biz maliyyə hesabatı əldə edilmək 4 dənə mərhələni keçəcək minimum. Hesab nədir? Bax, indi biz əməliyyatlarda yadınıza gəlir, biz məsələ həllində ad qoyduq. Pul vəsaiti, bank krediti, nizamnamə kapitalı, debitor borc, məsələn, əmək haqqı xərci, əmək haqqı ötə gördünüz. Biz bunlara ad qoyuruq, hesab.
Ola bir hesabdır. Hətta biz gələcəkdə bunlar nömrə də verəcəyik. Kodlaşdırmaq üçün, yəni proqram təminatları, proqram təminatları kodlaşdırma əsasında işləyir. Biz onlar gələcək kodlama da verəcəyik. İndi yox hələ ki. 6-7-ci dərsdə falan da elə bir dərsimiz də olacaq. İlk öncə biz bilirdik ki, əməliyyatların cədvəl üstünə qeydiyyat zamanı artma, azalma baş verirdi. Məsələn, pul vəsaitim artırsa, həmin an fikirləşirdim, haradan artır? Ya gəlir baş verir, ya kimləsə borc almışam, ya təsisdən borc almışam, ya bankdan kredit almışam. Pulum azaldırsa, ya avadanlıq almışam, ya mal almışam, ya xərcə gedibdi, ya kiməsə avans vermişəm, ya kiməsə borc vermişəm, bu cür davam edir. Öncədən deyim ki, bu artma, azalmanı gördüyün ifadə elə. Bu artma, azalmanı ifadə eləmək üçün termin ortaya qoyuruq. Adına deyirlər debit və kredit termini. Gördünüz? Buyur. Avadanlıq nəqd olanda, bəli, pulum azalır, avadanlığım da artır. Xərc sayılmır, əksinə aktiv sayılır, aktivin yer dəyişməsi sayılır. Gördünüz? Yəni, biz artma, azalma, plus minusla qeyd edirdik, xatırlayırsınız. Cədvəl. İndi deyirik ki, o plus minusu debit, kredit sözünə əvəz edəcəyik. Öncədən tutmayın, kredit ancaq azalmadı, yox. Fərqlidir. Yəni, hər kateqori uyğun fərqli olacaq. Hər artmada, hər azalmaya bərabərdir. Məsələn, mənim pulum 3000 artıbdırsa, tutaq ki, hardan artıb, məsəl üçün deyirəm, gəlir hesabına. Gördünüz, mən pulu 3000 yazıb, gəlir 2009 yaza bilmərəm. Onda 100 manat fərq çıxacaq. Gördünüz? Eyni məbləğ qədər yazmalıyım. Ona görə də debitdən cəmi kreditlərə bərabər. Yəni, artma, azalmaya hər zaman bərabər olur. Buna deyilə iki tərəfi qeydiyyat üsulu. Yəni, qısacası biz plus minusu debit və kredit terminini ifadə edirik. Bunu biləsiniz. Debit və kredit. Bunun ortaya qoyulması, yəni İngilizcə double entry record deyirlər. İki tərəfi qeydiyyat üsulu. Bunun ortaya qoyulması 15-ci əsrə aiddir. Hal-hazırdakı bütün mühasibat sistemi 15-ci əsrdə icad edilmiş bir düstur üzərindədir. Hətta bank sistemində işləməsi də bunun üzərindədir. Bankların pul yaratma mexanizmi də bunun üzərindədir. Yəni, kredit vermə mexanizmi də bu düsturun üzərindədir. Bunu biləsiniz. Deməli, bu nə üçün lazım? Müxabirləşmə nədir? Yəni, korrespond deyirlər. Nədir bu? Bu ki, uyğunlaşma, müxabirləş, bir-birindən əlaqələndirilmə. Bilirsiniz? Uyğunlaşma, bir-birinə əlaqələndirilmə, yəni, gördünüz, pul vəsaitim artıbsa, 3000 olubsa, haradan gəlir hesab? Görürsünüz? Deməli, pul vəsait hesabı nə ilə əlaqələndi? Gəlir hesabı ilə, razısınız, gördünüz? Və ya pul vəsait hesabı bank krediti ilə uyğunlar. Gördünüz? Bu iki hesabın bir qarşı-qarşıya, bir yerdə qeyd edilməsinə müxabirləşmə deyirlər. İki hesab bir-birinə müxabirləşirsə, buna sadə müxabirləşmədir. 2 və daha artıq hesab, 2 hesabdan artıq hesab müxabirləşmə, mürəkkəb müxabirləşmə. Mürəkkəb müxabirləşmə nə idi? Biz xidmət veririk, pulun yarısı nəqd daxil olur, yarısı debitor borc kimi olur. Bu mürəkkəbdir. Niyə? 3 hesab oldu. Nəqd pul, debitor borc, bir də xidmət gəlir. 3 hesab iştirak edirsə, bu mürəkkəbdir. 2 hesab iştirak edirsə, bu sadə müxabirləşmə. Təkdə hesab olmaz. Bunu kesin dəfədən də qeyd eləmişik ki, əməliyyatlar yazama birin qeyd eləmişsən, o cütü, minimum cütün tapmalısan onu. Tək olmaz.
Bu bizim maliyyə bərabərliyi düsturumuzdur. Görürsünüz. Burada bir də nəyə diqqət edin? Aktiv bərabər öhdəlik plus kapital plus gəlir çıx xərc çıx dividend. Bu ikisinin bərabərliyin bu tərəfini adlatsa, bizim düsturumuz bu cür olacaq. Burada nəyə diqqət edəcəyik? Deməli, aktiv xərc dividend bir kateqoriyada oldu. Öhdəlik kapital gəlirsə bir kateqoriyada oldu. Aktiv xərc dividendin artması debetdədir. Bax, bunun aktivin xərcin dividendin artmasını debet deyəcəyik. Və artması debetdədir. Əksinə, öhdəlik kapital gəlirin isə artması kreditdədir, azalması debetdədir. Siz bunu rol kimi əzbərləyəsiniz ki, bu belədir. Bu üçün, bu kategoriya üçün 99% belədir. 1% istisna var ki, onu növbət dərslərimizdə görəsiniz. Yəni, onu keçəcəm, hələ ki, ora gəlmirik. Bizim işimiz o deyil. Deməli, gördünüz, aktiv xərc dividendin artması debet, azalması kreditdədir. Pulum artıbsa, demək, aktivdirsə, pulum artıbsa debetdə olacaq. Pulum azalsa kreditdir. Öhdəlik kapital gəlirdəysə, məsələn, gəlirim artıbsa kreditdədir. Öhdəliyim azalsa, məsələn, debetdədir. Nəticə olaraq nə əldə edirik? Birincisi, debet və kredit sözləri debitor, kreditor, borc demək deyil. Birinci qaydamız. Bunu yadda saxlayın. Niyə? Debitor və kreditor borc alış-satış əməliyyatı ilə bağlıdır. Lakin, debet və kredit termini artma və azalma ifadə edən termindir. Aydındır? Yəni, bunu qarşılayın. Biri əməliyyatına bağlıdır, bir də termindir. Artma və azalma, plus minus ifadə eləmək üçün. Bunu qarşılayın ilk anlamda. İkincisi o ki, aktiv xərcli dividend hesabladı. Onların artmasını debet ilə, azalmasını kredi ilə ifadə edir. Tam tərsində öhdəlik kapital gəlirinin hesablanan artmasını kredit ilə, azalmasını debet ilə ifadə edir. Bunu da biləsiniz. Həmişə və həmişə, yenə həmişə, hər zaman hansı hesab qrupuna aid olmasından asılı olmaraq hər zaman birini debeti qeyd edəsiniz. Sonra kreditdir. Əksinə qeyd edərsəz, nəticəni səhv alasınız. Deməli, nə əldə elədik? Ən mühüm qaydaların biri. Həmişə əvvəl debeti qeyd edəcəyik. Bunu yadda saxlayın. Bu yaddan çıxmasın. Və yaxud, hesabdan birini tapırsan debet, ancaq o birisine çətinlik çəksin. Birini tapırsansa debetdir, o birisi mütləq kreditdir. Və yaxud tam tərsində. Birini tapırsansa kredit, o birisi mütləq debetdir. Yəni, mümkün deyil ki, ikisi də debet olsun, ikisi də kredit. Belə bir şey mümkün deyil. Çünki ola bilməz ki, birində artma olanda, o birisində azalma olmalı. Birində azalma olanda, birində artma olmalı. Yəni, ola bilməz ikisi də artmaya bərabər olsun. Belə şey olmur. Aydın oldu. Debet isə həmişə kredisiyə bərabər olur. Pulum 3000 artıbsa, deməli, mənbəyə də 3000 göstərməliyəm. Bunu 3000 göstər, onu 2009 göstərə bilmərəm. Müxabiləşmədə minimum 2 hesab iştirak edir. Yəni, 2 hesab var. Sən onu, müxabiləşmə minimum 2 hesab var. Yəni, sən onu bir hesab ola bilməz. Əvvəlki dərsimizdə cədvəl usulunda da gördük. 2 dənə hesab var. Məsələn, pul vəsaiti gəlir, pul vəsaiti nizamnama kapitalı, pul vəsaiti bank krediti, məsələn, mal, kreditor borc və avadanlıq, məsələn, kreditor borc. Gördünüz? Və əmək haqqı xərci, əmək haqqı öhdəlik. Gözünüz cüt hesablar, cüt-cütdür bunlar. Burada əlavə olaraq bu cədvəlimizin, bu göstərdiyimiz cədvəlimizin yeni formasıdır. Bu bizim yiyəcək. Biz bunu burada keçən dəfəkini gördünüz, bu debet kredi sözü yox idi. Bunu da yeni cədvəldə elədim. Nə demək? Aktivdir. Aktivlərin artması debetdədir.
azalması kreditdədir. Görürsünüz. Görürsünüz, burada da aktivdən başqa nə idi? Hansı üçü bir qrupda olan aktiv, xərc, dividend, qırmızılan. Bunlar bir qrupdadır. Bu üçü də bir qrupdadır. Deməli, xərcə baxsaq, xərcdə də eyni şeydir. Bax. Artması debetdədir, azalması kreditdə. Dividend ağırca gəlmişim. Yenə debet və kredit. Ancaq öhdəliyi görsək ki, öhdəliyimiz nədir? Öhdəlik kapital gəlir. Bax, bunlar artması kreditdədir. Azalması debetdədir. Öhdəlik, kapital, bu da gəlir. Dividend, yadda saxlayın, dividend. Dividend kapitalın elementidir. Sadəcə onun üstü burada çaşdırmamaq üçün müstəqil yazmışam. Qayda ilə dividendi mən burada yazası olsam, amma burada olsam. Dividend mən yazası olsam, yadasan dividendin tam tərsinə o xərci oxşadığına görə onun artması kreditdə, azalması debetdə olacaqdır. Yəni, belə olacaqdır. Məsəl üçün, debetdə belə, kreditdə belə olacaqdır. Yəni, bunu sadəcə müstəqil olaraq bunu buradan əlavə burada da qoymuşuq. Burada müstəqil olaraq qoymuşuq. Yaxşı, bunun üçün nə etmək lazım, nəyə fikir vermək lazım? İlk öncə. İlk öncə müxabiləşmədəki hesabın adlarını doğru təsbit etməliyik. Hesabın adlarını. Birinci qaydamız. İkinci qaydamız hansı elementə aid olduğunu müəyyən etmək. Yəni, hansı element nə deməkdir? Aktiva mı aiddir, öhdəliyə mi, kapitala mı, gəlirə mi, xərcə mi, dividendə mi? Deyəsən, yuxun gəlir. Yuxun gəlsin, gəlir, bir üzü yuğu gəl. Necə? Hə. Yəni, demək istəyirəm ki, biz qeyd eləmək üçün nədən başlayırıq? Hesabların adından başlayırıq. Hesabın adını doğru qoymaq lazım. Biz onun kesin nəfəs dərslərində öyrəndik ki, hesabı adlarını verdim sizə. Bu cədvəldə hesaba. Hansı elementə aid olduğunu müəyyən eləmək. Müəyyən eləyəcək ki, bu aktivə aiddir, öhdəliyə, kapitala gəlir. Niyə? Çünki artma, azalması, debet, krediti müəyyən eləmək. Üçüncüsü, debet və kredit isə artma, azalmanı müəyyən etməliyik. Artma, azalma. Bəli. Birinci debet hesabı qeyd edəcək. Bu da ən mühüm. Bəli, bunu diqqətli olmaq lazım. Bax, burada da başqa bir şəkildə göstərirəm sizə. Bax, görürsünüz burada. Görürsünüz. Həmən. Aktivdə, debetdə, azalması kreditdədir. Tam tərsinə. Burada öhdəlikdə kreditdədir. Burada da kreditdədir. Burada kreditdədir. Xərcdə isə aktiv oxşardan görə debetdə artır, kreditdə azalır. Qısacası belə də göstərə bilərik. Bax. Görürsünüz. Yəni, biz düstur olaraq baxın. Aydın oldu. Tamam. İndi biz keçək. Mən bir nömrəli məsələni sizə cəddəl üsulunu həll eləmişdim. İndi həmin məsələni mən əməliyyat jurnalında həll edəcəm. Əməliyyat jurnalı debet kredit üsulu. Bax, bu jurnal bizim əməliyyatların qeydiyyatı jurnalıdır. Əməliyyat, görürsünüz? Bunu əməliyyat jurnalı deyirlər. Sadəcə, mən bir qeydiyyat sözü, yəni əməliyyatların qeydiyyatı jurnalı. Qeydiyyat nə deməkdir? Gördüyünüz, hesablama yeri deyil, ha? Qeydiyyat eləmək. Qeydiyyat nədir? Ardıcılığına qeyd edirsən.
hesablanması növbəti dərslərimizdə keçəcək. Sizin işiniz burada qeyd eləmək. İndi mən açıram ilk olaraq nə açıram? Biz açırıq məsələni. Görək məsələmizdə nə deyir? Keçən də başlarsın. Deyir, müəssisə nizamlama kapitalı 5 manatdan işə başlayır. Hesablanan adı müəyyən eləyək. Siz deyin. Keçən də. Yox, 2 dənə olmalı da, deyin. Afərin. Pul vəsaiti və nizamlama kapitalı. Bəli. Hansı elementlərə aiddir? Afərin. Mən gəlirəm. Deməli, pul vəsaitim artıb, azalıb. Afərin. Aktivdir də, eləmi? Həmin an gəlirəm pul vəsaitim. Bax, aktiv hesablar harada artır? Aha. Kapital hesabları. Həmişə birinci nəyə qeyd eləyəcəyik? Deməli, birinci pulu qeyd eləyəcək, ikinci nizamlama kapitalı. Aydın oldu. Mən gətirəcəm bura, yazacağım birinci pul vəsaiti, mötəzə də pılı yazıram. İkinci də yazacağım nizamlama kapitalı. Bir sağa sürüşdürəcəm ki, nə qədərdir? 5000'dir, gördünüz. Bunun debetinə 5000 yazacağım. Bunun da kreditinə. Aydın oldu. İkinci, hesabların adlarını qoyaq. Tez. Aha, demək, pul vəsaitim artıb. Paralel olaraq öhdəliyim də artıb. Görsən, niyə? Kreditdə artıb, gördünüz. Çünki öhdəliyin artması kreditdədir. Bildinizmi? Deməli, birinci pulum da artdığına görə, aktivdə olduğuna görə debetdə o birinci debet yazacaq. Deməli, pul və bəli, 15.000 olduğuna görə yenə təkrarən yazırıq bu cür belə. Hesab nömrəsini biz gələcəkdə səlqəli işləyirsən. Biz gəldi hesab nömrəsini keçdirsə, mən deyəcəm hesab nömrəni sən də yazarsan bunun yanına. Onun üçün özündə elədilən səlqəli işdir. Mənlə də yoxlayasın. Bura niyə niyəcəyi 15.000? Görürsünüz, 15.000. Sadəcə bunun ad nizamı artıq mənbə nədir? Təsisçi borcu. Növbəti də sən demə. Gəl belə eləyək, bax. Gözəl insan. Yadda sağ, müqaviləşməni deyəndə birinci debetdə hansısa onu birinci demək lazımdır. Birinci deyərsən pul vəsaiti bank krediti. Bəli, deyərsən pul vəsaiti bank krediti. Bunun da adını qoyuruq bank krediti. Bunu qoyuruq 20. Sonra 4. Bəli. Borc alması öhdəlik olduğuna görə ona alınmış borc deyirlər. Bəli. Nə qədərdir? 2000 idi. Gördünüz, mən birini 2000 eləyib, birini 1900 eləyə bilmərəm. Sonra keçdim növbəti. De, oxu. Oxu və de.
Aferin. Bak. Aha, burada bax, mənim pul vəsaitim azaldığına görə, bax, aktivim azalması hardadır? Kreditdə. Ona görə pulu ikinci yazacağım burada. Pul olması ilə demək deyil, hər zaman birinci yazacağım. Gördünüz, niyə? Pulum azalıb. Pulum azalıb, ama malım da artıb. Mal da aktivdir, pul da aktivdir. Ancaq mənim malım artdığıma görə debet olan birinci yazılır. Bildin mi? Bəli, yazıram mal ambarı. İkinci yazıram pul vəsait. Elə demək deyil ki, pul vəsait həmişə kral olacaq, ama birinci yazıram. Elə şey yox. Yəni sən aşağı oldunsa bu cür olacaq. Bildin mi? Bak görürsün 4 mi? Gördünüz? Bak burada bir de gel böyle danışalım. Biz debet kredite nə dedik? O nəyini ifadə elədi? Yo, müsbət mənfi debet kreditini ifadə edir. Razısan. Ancaq burada tam müsbət mənfi söhbəti yoxdur. Debet kredit demək müsbət mənfini əvəz eləyir demək. Sən artıq pul vəsaiti debet 5000 deyəndə, o demək sən pul vəsaitin artıb demək. Plus deməkdir. Və ya tam tərsinə sənin pul vəsait, burada pul vəsaitini kredit deyəndə 4, o demək ki, sənin pul vəsaiti azalır, minus deməkdir. Sən artıq plus minus üzərinə yox, debet kredit üzərinə başa düşərsən. Aydın da, sonra növbətini oxu. Aferin. Deməli, yazırıq yenə. Eyni qaydada. Mal ambarı yazırıq. Sadəcə pulla almamışıq. Bunu kreditə aldığımıza görə kreditor borç yazırıq. Kreditor borcu öhdəlik olduğuna görə burada da göstərirəm. Bax, öhdəlik nədədir? Öhdəliyin artması haradadır? Kreditdə görürsünüz. Burada göstərir. Baş tərəfə qoymuşam ki, gözünüzün qabağında olsun. Məbləğ də nə qədərdir? 5000. Görürsünüz, 5000. Diqqətli olmaq lazım. Burada ən çox edilən texnik səhvlərdən biri. Tərz elə ki, bunu unuttun, sıfırın birini yazmadın. Gedib sonda 4500 kəm alasın sən. Diqqətli olmaq lazım burada. Aydın da. Sonra 7-ci növ. Eyni deməli, nə edəcəyik? 3-ün 5 manat hissəsi cədvəl usulü necə demişdi? Ambardan mal çıxırdı, xərcə silirdi. 2 hesab lazım idi. Hansı? SMM-də, bir də mal ambarı. SMM-də hansı hesabdır? Xərc hesabdır. Eləmi? Xərcim artdı deməkdir, razısın. Xərc harda artır? Debetdə artır. Deməli, ona görə SMM-dəni birinci yazacağım. Mal ambarda malım azaldığıma görə, aktivim azaldığına görə, bildiz deyirəm, aktivdim də, ona görə də onu ikinci yazacağım. Gördünüz, 3500. Həmişə birinci debetdə olanı yazır. 3500'ü neçəyə satır? Sonra nə olur? 10.000'ə satıb deməli onun gəlir olub 10.000. Onu qoyaq qırağa. Yaxşı, bu necə formada daxil olubdur? Yox. 3500'ü puldu. Deməli, aktivdə nələrim artdı?
Həm pulum artdı, həm debitor borcum artdı. Mənbə hardandır? Gəlir hesabınadır. Gəlir hesabım artıb. Gəlir hesabı harada artır? Kreditdədir. Aktivin də artdığına görə onlar debitlər. Deməli, birinci yazacağım pul vəsaiti. Rəsiz. İkinci yazacağım debitor borc. Üçüncü yazacağım nə? Mal gəlir. Maldan gəlir məsələsi. Deməli 3500 nə olacaq? 3500 deyək ki, nəqd ödəlidir. Deməli nə olacaq? 3500 mənim nəqd olacaq. Eyni xanada 6500 yazacağam. Gördünüz? Və cəmində 10.000 yazacağım. Aydın oldu bura kimi. Keçdik xidmət gəlirinə. Bunu da sən de. Yeni qaydada. Sadəcə burada SMM-də yoxdur. Bir-birisi gəlir deyə. Nə yazaq? Sonra? Yox. Pul vəsaiti kimi yox. Pul vəsaiti 1500. Nəqd olur? Bəli. Bəli. Bax belə. Sadəcə bunu yazırıq. Xidmət gəlir. Bəli, xidmətdən gəlir. Görürsünüz. Bunu yazırıq. Məsələn, 1500. Bunu yazıb 5 debitor borc. İkisini də cəmi elədi 2000. Bu növbətindir. 9-cu. Bu iki hissə nəyə var? Hissə heyəti üzrə xeyr. Birinci öhdəlik də maksimumda. Öhdəlik də maksimum yaradırıq, xərci də maksimum yaradırıq. Niyə öhdəlik ikinci yazırıq? Niyə? Çünki öhdəlik hesablarımız kreditlər. Bildiniz mi? Və yenə deyirəm, burada müsbət mənfi söhbət yoxdur. Elə onu debit kredit sözü əvəz edir. Yazırıq qısa. Əmək haqqı xərci. Bir dənə də əmək haqqı öhdəliyə gələcək. Nə qədərdir? Hər ikisini 1500. Rəsi, görsün 1500. Sonra deyək ki, onun 1000 manatlıq hissəsi ödənilir. 1000 manatı necə ödəmişəm? Pulla ödəmişəm də, razısınız. Deməli, mənim pulum nə olub? Azalıb. Aktivdir. Pul vəsat hansı hesab aktivdir? Aktivin azalması harada olur? Deməli, 12-ci yazacağım. Birinci nəyə yazacağım? Yox. Yaş pul ödəyəndə hara gedir? Öhdəlik nə olur həmin an? Öhdəliyin kredit niyə? Çünki öhdəliyin azalırsa. Debit olur. Debit olur. Kredit yox, debit.
sən kiməsə pul ödəyirsənsə, sən kiməsə borcun varsa, borcu ödəyirsənsə, borcun azalmır. İndi də kiməsə işçiyə pul ödəməlisən. Niyə işçini işlətmirsən? Ona görə pul ödəyirsənsə, sənin işçinin qarşısında öhdəliyin azalırsan. Ona görə də sənin öhdəliyin azalır. Öhdəliyin azalması harada olur görsən? Debet. Ona görə birinci öhdəlik yazılsın. Aydındır. İkinci də yazarsan pul vəsait. Gördünüz, burada siz zehninizdə 1500-dən 500 götürüb yaza bilməzsən. Sənin vəzifən burada əməliyyatları qeyd eləməkdir. Hesaplamaq deyil ki, mənim öhdəliyim qaldı 500. Biz növbəti mərhələdə 500 tapacaq, necə hesablanır. Gördün? Burada sualım var. Sonra növbəti də keçdik. Bizim 10-cu punkt. Bəli. Düşünüyor, mən aktivimdir. Aydındır. Mən gəlirəm, avadanlıq. $5,000. Mal və əşya kredit alanda kreditor borc deyirlər. O da 5,000. Bu da bitdi. Sonra növbətiyə baxırıq. Aferin. Verilmiş borç. Bəli. Borç. İkinci də yazacağıq pul vəsaiti. Nə qədər mi? Sonra keçdi növbətiyə. Baxırıq bura. Dividend ödənişi bizim aktiv kimidir, xəs kimidir. Deməli, birinci dividend ödənişi, dividend öhdəliyi. Birinci yazacağıq dividend ödənişi. Necə ki, bax bunun kimi, bunun kimi. Əmək haqqı xərci, əmək haqqı öhdəliyi kimi. Birini yazacağıq dividend öhdəliyi. $500. Sonra axı biz öhdəlik yaratdıq, bunu ödəməliyik axı. Ödəyəndə nə olacaq? Necə ki, əmək haqqı xərcindəki kimi öhdəliyi qapamaq üçün pul vəsaitim azalıb, öhdəliyim azaldığı kimi burada da eyni qaydada olacaqdır. Birinci yazacağım dividend öhdəliyi, bəli. Sonra da pul vəsaiti. Yəni, dolayı yolla pulların ödənilməsi o demək ki, onlar öz aralarında gedir. Niyə gedir? Məsələn, bax, burada da məntiqlə də görürsən ki, burada dividend, bax, bu ikisi var, ha, öhdəlik, bunun biri debetdədir, biri kreditdədir, görürsən. Görürsən, sonda nə qalır? Onlar bir-birinə 500-500 ixtisar gedəndə. Dividend ödənişin pul vəsaiti qalır. Görürsünüz, yenə deyirəm, hesablama metodunun son nəticəsi gətir nəyə çıxarır?
kassa metoduna gətir çıxarır. Biz bu məsələ ilə bağlı müxabiləşməmiz budur. Aktiv nəyin? Yox. Niyə lazım deyil? Çünki biz onu növbəti mərhələdə eləyəcəyik. O indi bizə lazım deyil. Sizin işiniz burada biz onu növbətidə T hesabda metodunu keçəcəyik, orada eləyəcəyik. Sonra baş kitab keçəcəyik. Sonra maliyyə hesabatlarını görəcəyik onu. Biz maliyyə hesabatını əldə eləmək birinci mərhələsini keçdik bugün.